Elemeye. Altıncı sual. Bize deyir, seçilmiş hissədə hansı əməliyyatı yerinə yetirmək olmaz? Nə də fikir versinsə burada seçilib. Boz olan hissə. Belə deyək ki. Ümumiyyətlə o seçilməni biz necə apara bilərik? Klaviaturada alt düyməsini istifadə eləməklə klaviaturada alt düyməsi basılı saxlayıb sürükləyib belə bir seçim yarada bilərik. Biz belə bir seçimdə nə edə bilərik? Qalın da yaza bilərik, rəng də verə bilərik, üstdən xəttə çəkə bilərik. Yəni bunlar mümkündür bu seçimdə. Bu seçimdə nə olmaz? Şəkil yerləşdirmək. Nə də seçilmiş hissəni şəkil yerləşdirə bilərsiniz. Bir məntiqlə düşünün də. Bu mümkün deyil axı. Sən şəkili yerləşdirə biləcəksən. Məsələn, tutaq ki, belə bir şəkil gətirin. Gətirmək istəyirəm, heç gəlmir şəkil. Şəkili gətirmək istəyirəm, gəlmir. Hanı? Hara gəldi? Yoxdur şəkil. Çünki o seçilmiş hissəyə bir şəkil əlavə edə bilmərik. O mümkün deyil. Qalanların hamısı mümkündür. Növbəti 11. Deməli 11'də bizə deyir ki 2.2,0 səsi nə baş verəcək? Bunlar nəyi ölçür? Sətirlər arası məsafə. A variant. İstənilən bir abzatsdayım. Home tabında, paragrafda və buradadır. Line and paragraph spacing. Əgər 2'ni seçsəm, sətir arası məsafə 2 santim olacaq. Bu qaydada. Növbəti 15. Klaviaturada olmayan simvolları sənədə daxil etmək. Doğru cavab C variantıdır. Insert'da symbols qrupunda simbol. Insert'da symbols qrupunda sağda simvollar var. Səndən klaviaturada olmayan simvolları buradan gətirə bilərsiniz. More symbols vurub hətta daha çox simvollar aça bilərik ki, səndən simvolları gətirmək olar. Müəllim, axşamınız xeyir. İmtahanda şərtlər ilə ingilis dilində verilir, yoxsa rus dilində verilə bilir? Elə bu formatda yazıla bilər. Ha, ikisine yazın. Ha, bir də Olar, elə ha. sıra iki dildə verir. Okey, oldu. Verməyə də bilər. O, yəni bizdən asılı olan bir şey deyil. Suallar nədirsə o qaydada düşür. Amma adətən bu formatda olur. Mətndə hər hansısa sözü axtarmaq finddir. Amma find harda yerləşir? Onda editingdə find. D variant. Yerləşmə prinsipini yoldaşlar nəzərə almalısınız. Home'da editingdə finddir bu. 18. Mətn redaktoruna sürətli müraciət panelinə yeni əmr əlavə etmək. Sürətli müraciət paneli baba yuxarı hissədir. Buraya yeni əmr əlavə etmək üçün ya buradan more commands vurursunuz. İndi onu orada verməyib. Orada lent tablarına görə verir. Ya da file'da options'da quick access toolbar. Eyni şeydə onsuz da. Ya buradan seçib əlavə edə bilərsiniz komandalar. İstənilən birini seçib add edirəm. OK vuran kimi yuxarıda görsənir. File options. D variant. There you go. File options quick access tool var. 18'den sonra 21 yaxşı, üslü qüvvət prinsipini necə yaza bilərik? Fikir versiniz, üslü qüvvət 5, 2. Bu superdir. Super həmişə harda ola bilər? Yuxarıda, ən yaxşı yerdə. D variant. Bax, buradadır. Yəni biz o tipli ifadələri yaza bilərik. Məsələn, yazıram x, üslü qüvvət 5. Məsələn, üstə gəl. Tutaq ki, x, məsələn, üslü qüvvət 2. Və bu qayda yaza bilərik, belə şeylər. Superscript. Subscript aşağı indeks yazır. Aşağı indeks.
21'den sonra 38, 32. Deməli 32-də görə nədir? Birincisi nə iş görür? Əslində bayaq göstərdik. Amma burada tək sətir deyil, həm də abzası var. Biri oldu AC. Buradan həm sətir məsafələrini görə bilərik. Həm də burada yazılıb before paragraf, after paragraf. Yəni əvvəlki və ya sonraki abzas məsafələrdir qısacası. 2-də rəngdir. Şriftlərin arxa fon rəngi. Onsuz da rəng ilə bağlı bir dənə burada əməliyyat var, başqa yoxdur. Üçüncü bilirsiz nədir? Screenshot. Insert'da da budur bu. Screenshot. Yəni kəsilmiş. Bu da oldu da. 1 AC, 2 B, 3 D. D variant. Şəkillər deyil. Şəkil buydu. Picture. Şəkilin işarəsi başqa cürdür. Ya burada işarələri də bilmək lazımdır təbii ki. Bunları əldə edə bilərsiniz. 38. Sənədlərin diskdə avtomatik saxlanma üçün əvvəlcədən təyin olmuş müəyyən vaxt intervalını sənədi avtomatik yadda saxlaya bilir. Bəli, belə bir komanda var. Bu hardadır? Home, deməli, file'da options. Burada save var. Save'da, burada save after recover information every. Yəni hər bir informasiyanı məsələn 2 yazmışıqsa 2 dəqiqədən bir yadda saxlayır. Və ya 3, 4, 5, yəni artıra bilərsiniz. Azaldıra bilərsiniz ki, yəni minimum 1 olur. 1 dəqiqədən bir sənədə avtomatik save eləsin. Və ya 4 dəqiqədən bir və s. File'da optionsda save. Yadda saxlayıq. Növbəti 44. Deməli 44-də bizə nə deyir? Aşağıdakıların hansı səhvdir? Cut, paste, paste, special. Mübadilə bu əmrlərdir. Bu doğrudur. Bax, cut da buradadır, paste da buradadır. Paste, special, paste'in içindədir, bax burada. O da var. Home, length tabında find əmri sənəddə sözün axtarılması, sapılması üçündür. Bu doğrudur təbii ki. Insert'da go to. Heç insert'da go to yoxdur, yoldaşlar. Bu səhvdir. Çünki go to əmri home'dadır. Home'da sağda editingdə replace vuranda find and replace pəncərəsi açılır. Bax buradadır go to. Go to nə üçündür? Səhifədən səhifəyə keçmək üçün və ya sətirdən sətrə və s. Qalanlar düzdür. Sonra 44-dən sonra 51. 51'ə qədər yoxdur. Deməli 51-də qeyd olunub ki, səhifələri hansı üsulla seçmək səmərəlidir. Deməli 5, 9, bir də 15-dən 20-yə qədər və 31-dən 33-ə qədər. Fikir versiniz ardıcılıdır. Onda mən bunu B bəndinə kimi yaza bilərəm də printdəki bu çap eləsin. 5,9 vergül 15 defis 20 vergül 31 defis 33. Yəni avtomatik print başa düşür ki, bunu 15-20 yazmışamsa, özü başa düşür ki, 15-dən 20-yə ardıcıl çıxmalıdır. Yəni print onu başa düşür. Aydın oldu. Hər zaman da keçərlidir. Səmərəli çıxartma bu mənada deyir yəni. 51'den sonra 57. 57 buradadır. Bu da qəbul sağladı. Word Metin Processor'ın file menüsüne daxil deyil. File'da new var. Save də var. Find yoxdur. Open var. Normal yoxdur.
2, 5. Ümumiyyətlə normal deyilən bir komanda Word-da biz elə bir şey deməmişik. Ümumiyyətlə normal deyilən bir şey yoxdur Word-da. Normal görünüş rejimində yoxdur. Yəni deyim biləsiniz, bilirəm onu deyilmək istəyirsiniz, amma o deyil. Find Home'dadır. Home'da. Yəni file menüsuna deyil də ən azından. File'da Open var, New var, Save var, bunlar var. Amma Find yoxdur. Find bir də normal deyilən bir şey yoxdur ümumiyyətlə Word-da. Word-da yox, Excel ilə PowerPoint-də var normal. Görünüş rejimləri olaraq. 57'den sonra 61 ekran deməli ekranın ani görüntüsü insert tabı de bu da screenshot veya dediğim screenshot ekranın ani görüntüsünü alır. Yani müəyyən bir hissənin veya tam olarak bir hissənin görüntünü almaq için istifadə olunur. Sonra 62 nə deyim? Məlumat xarakterli. Office proqramları daxilində qurlaşdırılmış proqramlaşdırma dili VBA-dır. Visual Basic Application. Yadda saxlayın bunu bir qeyd kimi. 63. Ümumiyyətlə qalan titulları fərqləndirmək layoutdadır. Əlavə etmək insertdadır. Yadda saxlayın. Insertdən əlavə edirəm. Header. Məsələn yazıram misal. Qalsın. Bu hər səhifədə təkrarlanır. İkinci səhifədə də var. 3-də də var. 4-də də var. Və s. Amma fərqləndirmə o deməkdir ki, layoutda page setup'ın ox işarəsini vururam kənarda. Dialog pəncərəsi açılır. Burada layout bölümündə different, odd and even veya different first page. Bizden first page istəyir oradan. Birinci səhifə. Okey. Yine birinci səhifədə fikir verin. Type here. Boş qaldı. Boş da qala bilər və ya məsələn bir informatika ifadəsi yaza bilərsiniz. Birincizə qaldı informatika ifadəsi. Növbəti deməli səhifədə isə misal olur. Qalanlarda misal olacaq. Üçüncü səhifədə də misaldır. 4'də də misaldır. Yəni bir dənə birinci səhifədə informatika olur. Qalanlarda misal olur. Ya bunu ümumiyyətlə fərqləndirmə layoutdur. Yəni o sizə lazım deyil bu 1'də oldu, harda oldu. Fərqləndirmə gördünüzsə qalan tutulur. Birinci layoutdur. Əlavə etmək insertdur sadəcə. Insertdən fərqləndirə bilmərsiniz. (64) Layout page setup dialog pəncərəsindən neçəsini yerinə yetirmək olar? Deməli bir dəqiqə. Layout page setup dialog pəncərəsinin neçəsi yeni? Səhifənin arxa fon rəngi. Bu dizayndadır. Lent tab olaraq. Dizaynda sağda page background'da page color var. Dəyişə bilərsiniz. Sənədə mətin qutusu. Bu insertdadır. Text box. Insert. Səhifəyə qalan titul. Bu da insert oldu. Yəqin ki bildiniz, indi göstərdik. Mündərizat. References. Mündərizat references table of contents. Budur bax. 4 də getdi. Səhifə kənarından qalan titullara qədər məsafə bu düz. Bizə deyir neçəsi? Bir dənə. Yəni 5 yoldaşlar. Burada 5'i görür. Gəlib Y variantı yazmayında say olaraq soruşur. 5 nə deməkdir? Bir dənə. İndi bu hardadır? Layoutda page setup'ın kənarının ox işarəsini vururam. Page setup dialog pəncərəsi açılır. Və burada de budur from edge. Header footer. Ölçülər qeyd olunub. Aydın oldu. Ölçülər qeyd olunub. Növbəti sual. 65. Və də bu mənasız sualdır 65. Date and time əmri kursor şəkil üzərində olanda yəni aktiv olmur da, pasiv olur.
Elə sual düşməyəcək aslında qəbula. Yenə də deyək də. Pixar edirəm, şəkil gətirirəm. Tutaq ki, bir mimoza salatının şəklini gətirdim. İndi gəlirəm burada insertdə. Sağda text qrupunda date time. Fikir versiniz aktiv deyil bu. Aydın oldu. Aktiv deyil. Yəni bu balaca olan da burada. Hətta düsturlar da aktiv deyil, simvollar da aktiv deyil, şey də aktiv deyil, drop cap da aktiv deyil. Yəni ya gəl əzbərləyəsən ki, nə nəyin üstün olan da aktiv olur, olmur. Ya dediyim kimi elə belə sual düşmə ehtimalı yoxdur. Ən azından salatı baxın, heç olmasa salatın şəklini görün. Qalanın başını buraxın. Sonra 65'ten sonra 69 ora qədər mən görmürəm. 66, 69. Hansı hallarda Homeland tabının paste əmri aktiv olmur? Paste niyə aktiv olmasın ki və nə zaman? Təbii ki, mən heç bir kopya kat eləməyəndən sonra paste niyə aktiv olsun ki? Elə deyil. Kopya əmri verildikdən sonra heç olmasa paste. Yəni zaten kopya vermişsənsə paste onsuz aktiv olacaq. Bu deyir ki, aktiv olmur. Deməli bir düzdür. Yəni biri sıramda elə bil ki, bizə deyir aktiv olmasın. Fayl asıldıktan sonra kat və kopya əmrlərinin heç biri verilmiş olmazsa. Bunu düz deyir. Bu dəqiqə nə kat nə də kopya eləmişəm. Mübadilə buferi boşdur. Paste aktiv deyil. Aydın oldu. Elə burada 2 olacaq bu. Kat əmrindən sonra mətnin hər hansısa versiyası seçilərək kopya. Kopya verilirsə onsuz da aktiv olacaq yoldaşlar. Aktiv olmayan bir dənə ikincisidir. Yalnız 2. Ya digərlərində aktiv olacaq. Sən zaten kopya eləsən o aktiv olacaq. Qrup sözünü seçib kopya eləyirəm. Bad üçlü mübadilə buferinə və paste aktivdir. Yalnız 2. Çünki heç biri verilmirsə, nə kat nə də kopya. Bu niyə aktiv olsun? 69. Bəli, cümlə quruluşu çaşdıra bilər. O yazılış olaraq. Ondan razıyam. Layout page setup dialog pəncərəsini dəyişmək mümkün deyil. Səhifə fonunu. Niyə? Çünki harada oldu? Design. Yəni design lent tabındadır yoldaşlar. Bu ən azından layoutda deyil. Designda sağda page color. Bu layoutda yoxdur elə bir şey. Layoutda ümumiyyətlə page setup dialog pəncərəsində səhifənin ölçüləri var. Paper, width, height. Siltləmə var. Debudu, gutter. Siltləmə bilirsiniz nədir? Kitabın o tikilmə yeri olur. Es oldu. O hissənin ölçülərin falan mövqeyini təyin edə bilərsiniz. Left top. 2 dənə mövqe olur. Ya kitab sola asıla bilər, ya da üstdən asıla bilər. O bəzi jurnallar olur, yuxarıdan aşağı asılır. Orientasiya var. Portrait, landscape. Mətn kənarı sahələr var. Top, left, bottom, right. Bu bunlardır. Amma B bəndi yox idi. Sonra 72 71 72 Deməli 71-də sənəd ümumi 120 səhifədir. Ümumi. Mənə deyir ki, cari səhifəsində. Mən bilirəm cari səhifə necədir, yox. Pardon bilim ki. Amma bir dənə onu bilirəm ki, cari səhifə deyirsə, kursorun olduğu yerdir. İndi 120 səhifəli sənəddə X yerdə qalmışam da. X adlı yerdə qalmışam. O X adlı yerdə Go to dialog pəncərəsində plus 22 vuranda 49-cu səhifəyə gedir. Onda o X adlı yer, yəni o cari səhifə neçəymiş? 27-də yollarsa üstünə 22 yanında 49 edir. Yəni bu 120 ümumidir sadəcə. 120-nin içində bu proses baş verir. 120-nin içərisində bu proses baş verir. Onun bir rolu yoxdur əslində orada. Və 72 də şərti çaşdırır. Halbuki bunu mən sizə indi desəm var ha. Deyəcəksiniz ki, bu gülünc bir sualdır. Həqiqətən də. Bu mənə deyir ki, kopyanı nə vaxt verə bilərik? Mətni seçəndən sonra.
Yani seçmemişsinizi kopya edeceksin yoldaşlar. Öyle değil. Sen bu sözü seçmemiş. Nece kopya edebilirsin? Seçmelisin sonra kopya kurmalısın da. Yani qeyd edilmə seçmək deməkdir. A variant. Əslində sadə bir sualdır. Bildiniz necə? Amma şərt elə yazılıb ki, biraz daha doğrusu variantlar elə yazılıb ki, bir çətin sual kimi görünür. 75. Deməli. Word-la bağlı kimin nə sual varsa yazsın bu. Bu suallarda biz nə edirdik? Cədvəl seçirəm. Daha doğrusu cədvəl seçmirəm. Bunu cədvələ yerləşdirirəm, bu ifadələri, yazılanları. Çünki mətni cədvələ çevirən bir əmrdir bu. Table convert text to table mətni cədvələ çevirmək üçün. Bizə deyir əmrin yerinə yetirilməsindən sonra alınan cədvəlin neçə xanası boş qalır? Ayrıcı simvol kimi vergüldən istifadə olunur. Ayrıcı simvol kimi vergüldən istifadə olunur. Vergül deməli ayrıcı simvoldur. Fikir verin ha. Vergül ayrıcı simvoldur. İndi yoldaşlar, cədvəlin nəyini seçməliyik biz? Sətirlərini. Sonra da sütunlarını seçsəm, cədvəl hazırdır elə bir növ. İndi cədvəlin sütunlarını bilirsiniz necə seçəcəyik? O vergüllərə əsasən. Vergülləri birləşdirirəm. Qırmızı qələmdən çəkirəm ki, fərqini görəsiniz. Bu birinci sütunda olan vergüllər. Birinci sütunda nə olacaq? Tələbə, Aytən, Ballı, Rəşad, Əyyub. İkinci sütunda vergülləri birləşdirirəm. Amma bir şey var. 4-dən əvvəlki vergülü götürüb gəlməlisiniz. Ha? Və ədəbiyyat 4-ü bir yerdə götürməlisiniz. Niyə? Ədəbiyyatla 4-ü ayıra bilməlisiniz. Ayrıcı simvol vergüldür. Dəqiqə. Düzənləri seçməyə çalışıb. Vergülü. Aha. Bu da oldu ikinci sütun. İkinci sütunda imtahan, fizika. Bax, burada bir dənə boş xana yarandı. Ballı ilə 4 arasında boş xana yarandı. Tarix və ədəbiyyat 4. Üçüncü sütunda qiymət 5, 4. Onda belə sıfır ki, boş xananın biri buradadır, biri də buradadır. 2 dənəsi burada, bir dənəsi də hardadır? Ballı ilə 4 arasında. Bax burada. Bax, biri buradadır. Biri buradadır, biri də buradadır. 3 dənə boş xana var. Qalanları doludur. İçərisine yazı var hamısının. Yeni deyirəm, ədəbiyyatla 4-ü niyə ayırmadım? Çünki ayrıcı simvol vericidir ona görə. Sonra 75'ten sonra 76. Gösterilen əmirdən əks olunmuşdur. Yoldaşlar, bu mərziz bayaq gördüyümüz yerdə. Abzas sağ və sol Kənar boşluq. boşluqlar. Bəli, səhifənin kənar boşluqları. Yəni top, left, bottom, right. Bu da hardadır? Layout, page setup'ın kənarından ox işarəsini vururam və burada. Top, bottom, left, right. Bu qatar dediği ne oldu? Kitabın o yerləri. Siltləmə mövqeyi və ya ölçüləri. Səhifənin kənarı. Sətirlər məsafəsi, abzas. Sətir abzası məsafələri burada yoxdur. Sətir abzası məsafələri biz ancaq paragrafın dialoq pəncərəsində görə bilərik. Demək olar ki, burada before after abzas məsafələrdir. Line spacing də sətir məsafələrdir. Sonra 81 ora qədər 78 də var. 78 81 Ha, burada ox işarəsi var ha. O şey əmri deyil. İlk hərfi böyük yazmaq. Onu fikirləşsiniz ha uşaqlar. Əslində bu o deyil ha. Ox işarəsini görürsünüz yoldaşlar. Ox işarələri. Bu bizi denir. Xana daxilində istiqamət dəyişir. Mən də ox Müəllim işarəsi üstündə yazılıb da onsuz da tekst. Hadi yəni direction istiqamət deməkdir yoldaşlar tərcümə eləsək. Bildiniz necə?
Yo, tərcümədən elə bilmək olur da. Direction istiqamət deməkdir, səhv bilmirəmsə əgər. Layout-dadır bax burada. Text direction. Yəni yazı yazıb istiqamətini dəyişə bilərsiniz. O sizin dediyiniz insert-dədir, o de budur. Drop cap. Hansı ki ilk hərfi böyük yazır. Amma onun üzərində istiqamət işarəsi yoxdur axı. Sadəcə düz xətt kimi gedir. Görürsünüz bunlar. Yəni elə fərqləndirmək olar. İstiqamət işarəsi yox. 80 nəsə oldu? 1 dedi ya. Qalan titullarda oldu yoldaşlar. Insert. Header footer'da. Header footer. Seksen dört. Ora kadar görmedim. 84'e kadar görmedim. 84. Aha. Deməli aşağıdaymış. Kursor cədvəlin son xanasında olarsa cədvəli yeni sətir. Son xanada yalnız sabit. Enter ola bilməz. Niyə? Çünki sənə deyirək son xanada. Cədvəlin son xanasının içərisində enter vuranda görə nə edir? Yeni sətir yaratmır yoldaşlar, ölçüsünü böyütdü. Amma tabi düyməsini vuranda yeni sətir yarattı. Aydındır. Tabi vuranı yeni sətir yaradır. Amma enter sadəcə ölçü üçün böyüdür. Məsafəni böyüdür. Gördünüz. Aydın oldu. Seksen yedi. Seksen yediye kadar görmedim. Sual olsa kimdəsə yazsın ha bak. Çünki indi nə varsa onu izah edirik burada. Növbət dərs ancaq Excel keçəcəyik. 13 səhifəli sənədin cari səhifəsində Go to dialog pəncərəsinin keçid sahəsində. Bay yoldaşlar, yenə bayansın. Mən 13 səhifəli sənədin hansısa səhifəsindəyəm. Bu cari deyir ya, odur. Onu ama bilmirəm də X yazırım. X səhifəsindəyəm. İndi bu 4 də ola bilər, 5 də ola bilər, 3 də ola bilər və s. Yəni X səhifə yazırım. Yenə Go to dialog pəncərəsində plus 6 minus 3 yazanda bu gedir 5-ci səhifə. Onda X neçə də deməli 2 imiş də. Bildiniz. Deməli X 2 imiş. Sonra 95'e kadar ben görmedim burada. Yok 85 85 demedi deyəsən biz. Acele indi gördüm ha. 85'te yoldaşlar mətnin əsas məzmuna daxil olmayan və hər səhifədə təkrarlanır. Böyle kalan tituldu bu. Bu yazılardı. Microsoft Word 2019 Master 1. Kalan titulda yəni bildiğimiz sərlövhə. Header, footer. Yəni bunlar düzdür də sənədin əsas yazılarına aid deyil ki. Kənardadır, əlavədir. Yaxşı. 95. Seçilmiş mətnə abzas hansı hissədən təyin olunur? Yoldaşlar, seçilmiş mətnə abzas 3-cü special. Bax, indi bunları yazıram burada. Siz də elə testin üzərində qeyd edersiniz, yaxşı olur. Bax, birinci bu alignmentdən eləyə bilərik. Sənədi abzası sol, sağ, mərkəz və tam düzləndirə bilərik. Birinci onun üçündür. Düzləndirir. Sonra ikinci, abzasın sol və sağ boşluq məsafələrdir. Bu left and right. Cari abzasına, cari, yəni kursorun olduğu cari abzası, dəqiqə.
Cari abzasın sol və sağ boşluq məsafələrini təyin edir. Aydın oldu. Sağ boşluq məsafələri. Üçüncünü bildiniz, abzas təyin etmək üçündür. Abzas təyin etmək bilirsiniz nədir? Yəni söz abzasdan yazılsın da. Abzas təyin etmək olur ki, yoldaşlar, söz abzasdan yazılsın. Dördüncü, before, after. Hər ikisini derim ümumiyyətlə. Abzas məsafələri. Abzas məsafəsi. Yəni abzaslar arası məsafə. Beşinci isə sətir məsafəsi. Line. Line sətir mənası da var. Sətir məsafəsi. O qayıtdı. Yəni bu qeyd eləsəz yaxşı olar bu şeyləri. Yəni yaddan çıxmaz. Aydın oldu. Doksan beşten sonra 100. Bilən yoldaşlar, bu abzas təyin etməyi göstərim mən sizə. Bax, fikir versinizsə, təminat sözü abzasdan yazılmayıb. Bu birinci söz burada. Onu home'da paragrafın dialog pəncərəsində ümumiyyətlə bu. Buradan söyləyə bilərik. Yəni, first line. İndi OK vursam, təminat sözü abzasdan yazılır. Bir də yadda saxlayın, paragraf dialog pəncərəsi iki yerdən asılır. Bir home'dadır, bir də layout paragraf. Aydın oldu. İki yerdən asılır. 100'ə qədər görmədim. 100'dən sonra da 103 var deyəsən. Deməli 100'dən bizə deyir ki, mətni digər sənəd ilə əlaqələndirmək üçün pay olarsa link əmridir. Birinci. Mətni digər sənəd nə deməkdir? Digər sənəd. Yəni başqa bir sənəd. Məsələn, mən bir mətndir, sözlü seçirəm. Insertdə link əmrinə vururam. Belə bir pəncərə açılır. İndi geri bir dənə sənəd seçirəm. Seçdim. OK. Yeni mən Ctrl sol düymə vuran kimi bu software sözün üzərinə getdi o sənədimi açsın. Yəni başqa bir sənədə keçid elədim. Amma bu digərləri hansı ki, məsələn, bookmark, cross-reference, indi o birisilər onsuz ola bilməzdir. Onlar sənədin öz daxilində keçid eləyir. Yəni başqa digər sənədə keçmir də. Sənədin öz daxilində keçid eləyir. Bookmark nə idi əlifəcin? Oxuduğun yeri müəyyən edirdi. Oxuduğun yerdə sənədin içində ola bilərdi ancaq. Cross-reference adlandırılmış obyektlərə keçid edirdi. Hansı ki, şəkil, fiqur, cədvəl, onlara keçid edir. O da sənədin öz daxilində yollaşır. Yəni başqa bir sənəd deyil də, öz daxili olan bir şeydir. Amma link başqa bir sənədə keçir. Başqa bir sayta, başqa bir nə bilim, yəni başqa bir ünvanlara, başqa bir yerlərə keçid eləmək üçün. Fərqi budur bu. Yüzdən sonra 103 deyək. Failin açılmasına və dəyişdirilməsinə parol qoymaq. Ne diyorlar? Parol söhbət haradaydı? Faildə infoda. Bu çətin sual değildi məncə. Faildə infoda, de buradadır. Encrypt with password. Ya da save as'da da var idi. Save as da ola bilərdi. Tools, general options. İndi təbii ki, orada bir dənə variant olurdu. Yəni bir dənə infodur. Save as onsuz yazmayacaq için. Belə. 103'ten sonra 110 gördüm mən burada. 110'a qədər görmədim. Kəsilmiş mətn hissəsi. Nə də kəsilmiş nə deməkdir? Yəni kat olunmuş.
Sürəti çıxarılmış nədir bəs? Yəni kopya olunmuş. Bu mənə demək istəyir ki, kat və kopini fərqləndirən cəhət nədir? Qısacası. Yazı sürəti alınmış mətn hissəsi dəfələrlə kəsilmişi bir dəfə yapışdıra bilərik. Bu səhvdir. Yadda saxlayın. Yadda saxlayın. Biz kəsilmişi də yəni kat olunmuşu da. Bunu silin buradan. Bax, paste edirəm, görürsünüz. Mübadilə buferlə silinənə qədər yapışdıra bilərsən. Kopya edirəm. Yenə paste edirəm. Yəni hər ikisini mübadilə buferlə silinənə qədər yapışdıra bilərsiniz. Sürəti alınmış mətn hissəsi mübadilə buferinə düşür, kəsilmiş yox. Əksinə ikisi də düşdü bə. Əsas sözdə düşdü, qrupa sözü. Yəni ən son elədiklərimdir. Hər ikisi mübadilə buferinə düşür. Deməli B də səhvdir. Kəsilmiş buferin yenə bu da səhvdir. İkisi də düşürdü, o deməkdir. Sürəti alınmış mətn sahəsi yerində qalır. Kəsilmiş isə itir. Bu düzdür bə. Çünki yoldaşlar fikir verdirsə, əsas sözü bayaq yuxarıdaydı. Oradan götürdüm. Amma qrupa sözü elə olduğu yerdə qalıb. Sadəcə kopyasını aşağı yapışdırdım. Yəni kəsəndə o əvvəlki yerində qalmır. Məsələn, təminat sözünü seçib kat edirəm. Əvvəlki yerində qaldı, yox. Çünki kat yer dəyişmə deməkdir. Amma kopya eləyəndə, məsələn, software sözünü seçirəm, copy. Bu yerində qalır. Sadəcə nüsxəsi gedir aşağıya. Fərqi budur. Bir də bunların klaviatura qısa yolları var, hər ikisinin. Y variantı səhvdir, yazıb ki, kəsmək olmur. Niyə olmur ki? Ctrl-X-də kəsmək. Cut, Ctrl-X. %110'dan sonra 112. 112'ye kadar ben burada görmedim. Onda paragraf vasitəsilə olmaz. C variant. Niyə? Şriftin ölçüsünün dəyişdirilməsi font qrupundadır. Deyə burada diyorlar şrift ölçüsü. Fontdadır. Amma mətnin düzləndirilməsi bunlardır. Sola sağa və ya soldan sağdan bu düzləndirmələr. Sətr arası interval buradaydı. Paragraf. Fon rənginin dəyişdirilməsi. Mətnin fon rənginin dəyişdirilməsi yoldaşlar. De buradaydı. Vedrə işarəsi. Bəlkə bunu nəzərdə tutmuşsunuz. Bu amma seçilmiş olur. Orada yazmıyor seçilmiş söhbəti. Abzasların nömrələnməsi o da buradadır. Şrift fonttaydı. Orada seçilmiş söz qeyd olunmalıydı o birisine görə. %21. Ora kadar 21, 22. Yaxşı. 121'də cədvəllərlə iş zamanı hansı? Dizayn layout yollaşır. Bu bilsiz nədir? Yəni cədvəl asanı hansı tablar aktivləşir? Cədvəl əlavə eləyəndə bax sağda baxın dizaynla layout aktivləşir. Aydın oldu. %22 asandır. Bizə deyir boşluqlar. Boşluğu necə tapa bilərəm? De bu da boşluqlar. Probellidən probelsiz çıxacaq. 624-dən 537-ni çıxacaqsınız. 624, 537 probelsiz simvollardır. Probelsiz nə demək? Yəni arada boşluq olmur da. Sözlər arasında boşluq qoyulur. O boşluqlar da bir simvol kimi sayılır da bəs. İndi bundan bunu çıxırsanız yalnız boşluqların sayını tapacaqsınız. O da eləyir 87 B variantı. Yalnız boşluqların sayını yollaşdır. Yalnız. 122'den sonra 133 görürəm mən burada. Yazmayanlar diqqətlə qulaq asın. Heç olmasa burada nəsə öyrənməyə çalışaq. 133. Ya bayaqdan nə qədər sual izah eləmişəm. Yazmayanlar belə bu dəqiqə nəsə çox şey öyrənə bilərsiniz. Hal-hazırda. Deməli qulaq asın diqqətlə. Fikir versinizsə kursoru verib. Harda? M ilə P-nin ortasında.
Düz xətt var. Mənə deyir klaviaturada 3 dəfə delete. 3 dəfə delete vuranda necədir? P, Y, U. Çünki sağa silir, kursordan sağa. Bir dəfə backspace vuranda kursordan solda nə var? M. M-i silir. Qalır K, bir də T. C variantı. Ancaq kursorun olduğu yerdən sola və ya sağa gedə bilərsiniz. %33'ten sonra 150 görürəm mən burada. 150'ye qədər görmədim. Yaxşı, görə bu 150 nasıl oldu? Şərh nə demək yoldaşlar? Comment. Comment ya review'dadır ya da insert'da. Bax burada. Ya insert'dadır ya da review'da. İki yerdə yerləşir. İki yerdə yerləşir. 150'den sonra. 150'den sonra yoldaşlar. Mən 160 görürəm. Ora qədər görmədim. 160'da görək nədir məsələn? Gözüm tərəm. Sönəcək yəni. %60 görə nasıl oldu? Font diyalog pəncərəsini Ctrl-D ilə. Bir də qulaq asın, bu fontun diyalog və kənarda ox işarəsinin üzərinə gəlinə yazılır. Fikir verdiniz. Ctrl-D. Yəni fontun diyalog pəncərəsini açmaq üçündür. Bu qayda açır. 160'dan sonra 187 187'ye kadar görmedim. Yaxşı, bizə deyir ki, sənədlərin mühafizəsi. Nə deyirlər? Sənədlərin mühafizəsi həm faildə, həm də review'da. A və Y. Mən də sənədlərin mühafizəsi nə deməkdir? Yəni parol qoymaq. Parol qoymaqla mühafizə edə bilər də sənədlər, düzdürmü? Ya faildadır, infoda ya da save as-da, bayaq deyildə protect. Ya da review'dadır. Review'da sağdadır protect. Restrict editing. Burada da var. Sənədin formatlanması. Formatlanma yəni görünüş olaraq dəyişməyə də belə deyil. O da home'da da bilirsiniz. Nəyə görə home'dur? Çünki rəng falan söhbətləri burada da görünüş dəyişmək. Qalın yaz, kursiv yaz, rəng ver və s. Səhifənin nömrələnməsi insertdadır. Insertda hardadır? Bir dənə nəzər yetirək. Header, footer, length qrupunda page number. 1A, 2B, 3C. Növbəti 190 191 92. Yollarsa cədvəl sətirin hündürlüklərini bax siz sətir hündürlüyünü görüb height yazmışsınız 4 yəqin ki. Amma avtomatik bərabərləşdirmə deyir axı. Avtomatik distributors 5 aydındır. Avtomatik budur. Çünki bir dənə baxın. Elə burada məndə də cədvəl var Word-da. Mən burada height'i vururam. Ölçünü böyütdüm. Düzdürmü? İndi distributors vuranda avtomatik bərabərləşdirir ölçüləri. Ya vuran kimi bir dəfə eləyir. 192. İnformatika sözü yazılmış, daha sonra səslərə 2 dəfə Ctrl-C, bir dəfə Ctrl-X eləyəndə 3 dəfə Ctrl-V eləyirsə, elə 3 dəfə də yapışdırır. Ctrl-V-yə görə baxın əsas. Niyə? Tutaq ki, informatika sözü yox, başqa bir söz seçirəm, elə bu sənəddə olan. Məsələn, burada quraşdırılmış sözü var, görürsünüz. İndi yollarsa, gəlib bunu mən 2 dəfə save vururam burada.
Ctrl C olsa birisi de copy deməkdir. Eyni şeydir. 2 dəfə kopya vururam. 1, 2. Onu bir dənə kimi götürür. İstəyirsiniz səhərə qədər oturaq burada kopya vuram. Bax vururam, fikir verin. Ya bunun heç bir rolu yoxdur. Heç bir önəmi yoxdur bunun. O bir dəfə eləyir. Sizə 100 dəfə vur, milyon dəfə vur. Onun bir rolu yoxdur. Bir dəfə eləyir onu kopya. Sonra bir dəfə də kat eləyir, Ctrl X. Kat eləyəndə nə olacaq? Bu söz burada qalmayacaq. Götürdü. Gələm aşağıda 3 dəfə Ctrl V, yəni paste vururam. 1, 2, 3. Deməli 3 dəfə yapışdırdı. Yəni əsas yapışdırmaqdır, ona baxırsınız. Aydın oldu. İstəyirsən axşama qədər otur kopya elə. Onun bir önəmi yoxdur. Əsas paste eləməkdir, yəni yapışdırmaq. 226. 212. 13. Olsun. 212'ye qədər götürür, sual qalmadıca. 212. Yazı sahəsindən kənarda qalan hissənin fon rəngi, bu şeydə yollaşır. Options. Amma şeydə də eləmək olardı. Account'da da eləmək olardı. O birisi nədir? De bu ofis teması var ya, bu da var, rəng dəyişmək. Şey versiniz. Yazı sahəsini dəyişmir də, kənarda qalan rəngi dəyişir. Bu da onu demək istəyir. Aydın oldu. Temada, yəni temanı dəyişmək. Yadınızdasa demişim. Options'da da var bu. Options'da yenə general hissəsində de burada da var. Ofis temalar. Seçib dəyişə bilərsiniz. 210 210 nesə oldu? 213. Home recent. Recent'e yollarsa sənədlərin maksimum sayı 50 ola bilər. Bunu hardan görə bilərik? Bunu da görmək olar. File'da Options Advanced. Aşağı düşürəm burada. Bax burada yazıb. Show this number of recent documents 50. Ya bunu artırma olmur. Azalda bilərsiniz. Amma artırma olmur. Maksimum 50 ola bilər. 226. Ora qədər mən görmədim. 26, 30, 30, 26. Lentin gizlədilməsi və ya göstərilməsi mümkündür. Bir səhvdir. Niyə? Minimize bir hansı yollarsa. De bu. Sağda yuxarıya baxın. De bura. Yəni pəncərəni aşağı indirdi. Pəncərəni aşağı indirmək üçündür. Lent tabın gizlətmə göstərmə bilirsiniz nədir? De bu sağda üst buzaq işarəsi var. Görürsünüz. Collapse the ribbon. Bay nə yazılıb orada klaviaturada? Mötərizə nə yazılıb? Ctrl F1. Bundan eləyə bilərik. Bay yığdı. Yəni içərisini görə bilmirəm də tabları. Bildiniz? İndi pin eləyəndə göstərir. Pin the ribbon. Deməli 2 düz. Hətta 3 də düzdür. Bir də tabın sağındakı bu işarə. Bu da düzdür, gördünüz. A variant. Bildiniz yollarsa. Yəni budur. Collapse the ribbon. Ctrl F1. Elə budur yəni. İndi sadəcə yolları yazıb, hansı yollar. Adını da yazıb. Yaxşı. 30 dedik. Find dialog pəncərəsindən hansı axtarış şərti yoxdur. Special symbols. Bu düzdür. Belə bir sual inanmıram düşsün. Bəlkə də düşə bilər. Editingdə find, replace vururam. Burada yollarsa findda fərqi yoxdur replace. More var aşağıda. More'u vururam, basılır burada. Findda da. Yəni find'a aid da bir də. Use bu wildcards yazılıb. O var. Və buradadır. Mass suffix. Bu da var. O birisi de var. O ignore yazılıb. White space characters. Bu da var. O birisi de var. Mass prefix.
Belə. Bu B bəndi yox idi amma. 31. Zoom miqyas nədir bizə görək? Yazıb yoldaşlar, miqyası 300% artırılması mətnin çapı zamanı. Yadda saxlayın. Biz mətnin görünüşünün 300% artırılması mətnin çapı zamanı şriftin ölçüsünə. Bu təsir eləməyəcək yoldaşlar. D variant. Bilirsiniz yəni. Sən miqyası aşağıdadır. Nə qədər böyüdürsən böyüt. Şriftin ölçüsü böyümət. Yenə də 12'dir şriftin ölçüsü. Yenə də 12'dir. Biraz da böyüdürəm. Yəni şriftin ölçüsündə də 12'dir. Böyümə də. Aydın oldu. Yəni dəyişmir. Yəni dəyişmir. 231'dən sonra. İndi burada print məsələlərinə gəlir, səhv eləmirəmsə. Print məsələləri təbii ki, yoldaşlar vacib məsələdir. Deməli 239 gördüm mən. 39, 41, 42, 43. Yaxşı. Mənə nə verib burada? Deyir ki, 20 səhifəyə malik sənəddir. Seçimlər əsasən çapa verilib. Çap olunan 7-ci səhifənin nömrəsi neçə olur? Yoldaşlar aşağıda uncollated verib. Aşağıda yəni bu ortada. Uncollated verən kimi kopyanın sayına baxmaq lazımdır. Çünki uncollated o demək ki, kopyanın sayı 10 deyil. Elə bir ki 10 nəfər də tələbə saydı. 10 dənə 1 çıxardacaq ilk öncə. Printer bir sizəcə çap eləyir. Da 1, 2, 3, 4, 5, 6 belə getməyəcək. Uncollated verəndə elə çap eləmir, yoldaşlar. 1, 2, 3, 4, 5 belə getməyəcək. O necə çap eləyir? Kopyanın sayı qədər 10 dənə deyil. İlk öncə 10 dənə birinci səhifə çap eləyəcək. 3, 4, 5, 6, 7, 8, 9, 10. Sonra 10 dənə ikinci səhifə çap eləyəcək. Sonra 10 dənə üçüncü səhifə, 10 dənə 4. Yəni uncollated bu deməkdir. Belə çap eləyir. Yine printerdən çıxan 17-ci səhifənin nömrəsi nə olar? Çap olunan. Yenə 1'ə düşür də. 1, 2, 3, 4, 5, 6, 7. Bax, gəlib 1'ə düşür yenə. Yəni 7-ci vərəq çıxır o printerdə. O yenə 1 olacaq da. 7 olmayacaq. Çünki ancaq 1'lər çıxır ona görə. Bəli. Ancaq birinci səhifə çıxdığına görə 10 dənə. Elə 7-ci gəlib 1'ə düşür də yoldaşlar. Aydın oldu. Printerlə bağlı kimdə sual olsa desin, çatışmamazlıq. Çünki burada müəyyən bir çətinlik var təbii ki. Şimdi biz çalışacaq onları aradan qaldıraq. Burada bizə verib ki, burada yollarsa çap olunacaq səhifələri burada qeyd edib. 3-7, 9, 11-16. Burada nə verib aşağıda? Odd pages verib. Bunu yəqin ki, çoxunuz fikir vermədiniz. Çünki bu bir nətər deyim sizə, bir incə məqamda belə deyək. Odd pages nə deməkdir? Yalnız tək səhifələr çap olunacaq. Yalnız tək səhifə. Aydındır. İndi yalnız tək səhifə çap olunursa, bunların içərisində tək səhifələr hansılardır? 3, 5, 7, təbii ki, göstərilənlərin içində 9, 11, 13, 15. Yenə deyirəm, 3, 5, 7, 9, 11, 13, 15. Aydın oldu. İndi bunları sayırsınız. Çünki bizə say lazımdır printer. 1, 2, 3, 4, 5, 6, 7. Bunlar elədi 7 səhifə. Bu tək səhifələr. 7 elədi yoldaşlar. One-sided verib. Yəni bir üzlü. Elə 7'dən olduğu kimi qalır. Aşağıda verib ki 2 page per sheet. Yəni vərəqin bir üzündə 2 səhifə çap eləsin. Aydındır mı? Vərəqin bir üzündə 2 səhifə çap eləyirsə 7'ni 2'yə böləcəm. 3 tam neçəsə 4 götürəcəm. Çünki 3 tam neçəsə vərəq olmur da yoldaşlar. Ya 3 ola bilər ya 4. 3 ola bilmir çünki 3'ü keçir.
Deməli 4 dənə vərəqə tam yerləşir. 4'ü də ən sona kopyanın sayına vururum. Kopyanın sayını ən sonuna vurursunuz. Bu da elədir 16. Yadda saxlayaq. Vərəq sayını istəyəndə kopyanın sayını ən sonuna vurursunuz. Ya bizdən neçə vərəq istəyəndə kopyanın sayını ən sonuna vurursunuz. 42. Bu yenə bayaq sual kimidir bax. Ha, amma burada quality verib. Quality verib. İndi bu quality bilirsiz nə deməkdir? Burada yazılanlar ardıcıl çıxacaq. Yəni, elə bu yazıldığı kimi sadəcə arada defisidən nəzərə alırsınız. 3, 7, 8, 9, 10, 11, 12, 13. Düzdür yoldaşlar. Belə gedir də. Elə deyilmi? 3, 7, 8, 9, 10, 11, 12, 13. Bu kopya sayısı olduğuna görə bir dəfə də yazılır. Elə bir ki, məsəl üçün deyim də, bunu çıxardıram tutaq ki, Əli adlı bir tələbiyə. İndi ikinci dəfə yenə çap edirəm. 10, 11, 12, 13. Bunu da çıxardıram tutaq ki, məsəl üçün Vəli adlı bir tələbiyə. Bildiniz? 100 nəfərdirlər də bunlar. İndi mənə hamısı lazım deyil. Çap olunan 11-ci səhifənin nömrəsi. Yoldaşlar, çap olunan 11-ci səhifə nə demək? Yəni printer bunu belə çıxardır, artsın. İndi 11-ci səhifəyə düşür. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu 50-yə sap elədi. 50 getdi. Onda 9, 10, 11-ci səhifənin nömrəsi olacaq 8. Bildiniz? 11-ci səhifənin nömrəsi olacaq 8. Bu qayıtdı. Çünki ardıcıl sap eləməyə görə də nəzərə almalısınız. Və gəldim növbəti 243-cü sual. Sual olan var burada başqa. Kimdə varsa qeyd eləsin, yekunlaşdıraq bu yəni Word-ün test suallarında belə deyək. 20 səhifəli sənəddir. Çapa verilib neçə A4 ehtiyac olur? Yoldaşlar, burada current page verir. Ümumiyyətlə, mən sizə bir asar yol deyim. Hətta bunu qeyd edə bilərsiniz. Bu ifadəni nə vaxt görsəz, print current page. Cavab həmişə kopyanın sayı olacaq. Həmişə. Və keçərlidir. Niyə kopyanın sayı olur? Cavab 15. Çünki cari səhifəni çap eləyir. Cari səhifə. Cari səhifə nə deməkdir? Kursorun olduğu. Tutaq ki, məsələn, sənəd 20 səhifə, düzdürmü? Məsələn, mən gəlib 10-cu səhifədə dayanmışam. 10-cu səhifə çap eləndə nəsə sənə? Yəni, bir dənədir 10-cu səhifə. Düzdür yoldaşlar, bir dənə deməkdir. Yəni, 15 nəfərin hər birinə 10-cu səhifəni çap eləyir. Kopya sayı 15 deyil. 15 nəfər tələbə kimi baxırıq da biz buna. 15 nəfərin hər birinə, məsəl üçün deyirəm də, 10-cu səhifəni çap eləyir. Onda 15 dənə vərəqə ehtiyacımız olur da bizim. Tabi digər parametrlərə ehtiyac yoxdur. Çünki bir dənə vərəq çıxacaq. Ona görə cavab kopyanın sayı. Yəni hər zaman kəsərli daha, hər zaman. Şərti nə verir versin, baxmırsınız ona. Hər zaman kəsərlidir. Kopyanın sayı. O ifadəni görsəz. Yaxşı. O ifadəni görsəz, kəsərlidir. Bu da belə. 247-yə qədər var sual içindəsə. Yox. Burada yazılan sualların demək olar ki, hamısını dedik. Hamısını. Ümid edirəm ki, nəsə gözümdən qaçmadı. Çalışdım hamısını deyim. Məncə dedik. Buradan yenidən baxım. Məncə dedik. Yoxdur ki, yollar sual. Bu da Word-ün test
suallarının izahı. Təbii ki, yazanlar üçün. Yazmayan yoldaşlar, yazmayan vətəndaşlar, bu dəqiqə qoşulanlar. Yoldaşlar, testləri mütləq yazın. Ya bilirəm, qoy mən sizə belə bir şey deyim də, bax. Siz bir şey nəzərə alın ki, ya bu hamıya aiddir. Bir şey nəzərə alın ki, siz istəsəz də bir dərsə və ya iki dərsə Word-ə öyrənə bilmərsiniz. Yəni, heç belə bir sığmasın, heç mənim özüm öyrənə bilməmişəm bir-iki dərsə. Ya, o mümkün olası bir şey deyil. Yəni, sən təsəvvür et ki, nə boyda mövzudur bu. Bunu ən yaxşı ideal formatda belə deyək də, indi tam da ideal deməyək, bizim özümüz də bəlkə də ideal vəziyyətə bilmirik. İndi hardasa da belə deyək, bir 90%, 80% öyrənmək üçün. Bu müəyyən zaman tələb edir. Aydın oldu, müəyyən bir zaman. Yəni mən demirəm siz 1-2 dərsə Word öyrənin. Zaten biz keçən dəfə Excel keçdik, biz Word-ə baxmadıq. Məsələn, halbuki Word-ü biz demək olar ki, harasa 3 həftə çəkdi də ümumi indiyə qədər. İndiyə qədər harasa 3 həftə çəkdi. Ki biz hələ də məsələn, yenə 3-cü həftədəyik bəlkə də, artıq yenə Word-ə baxdıq. Yəni bu Word bir dəfə ilə, 2 dəfə ilə, 3 dəfə ilə öyrəniləsi bir şey deyil. Bunu daim təkrarlamaq lazımdır. Mən Word-ün suallarını biz niyə keçən dəfə baxmadım? Mən derim ki, yazmayanlar yenə yazsınlar. Bu gün baxaq heç olmasa. Bu gün baxdıq yenə də. Amma yəqin ki, yenə yazmayanlar var. Bu gün ona görə baxdıq ki, heç olmasa yazmayanlar buradan nəsə öyrənsinlər. Özüm məsafə saxladım ki, heç olmasa Word-ü müəyyən yerə qədər öyrənə bilərsiniz. Yəni biz Word-ü bu qaydada belə elədik ki, bunu öyrənmək heç olmasa 3 həftəyə, 4 həftəyə imtahana qədər nə bilim bir 40%, 50% mənimsəyə bilsəz yaxşı olacaq. Demirəm amma 100%. 40%, 50%. Ən azından mənimsəyə bilsəz əla olacaq Word-ü. Çünki biz 50%-də o təkrarda düzəldəcəyik bunu. Narahat olmayın. Yəni təkrara qədər bizə lazımdır ki, mövzuları 50% öyrənəsiniz. Ən azı. Ən azı 50% öyrənəsiniz. İstənilən mövzunu. 50% öyrənsəz, bu qalan faizini də biz təkrarda üzərinə qoyub düzəldəcəyik. Yəni buna əmin ola bilərsiniz. Və hətta kəsəndən tanışlarınız varsa soruşa bilərsiniz ki, indi özləri sizə deyəcəklər ki, bu həqiqətən də belədir. Aydın oldu. Çünki siz indi ilk dəfə hazırlaşırsınız deyə bunun fərqini görə bilmirsiniz. İnternet getdi yoldaşlar. Benim yok. Aha. Benim bak. Ölüm geldi. Ha, yo internet getdi. Ya bu, daha doğrusu məndə internet bitdi. Mən sənə qoşulmamışam. Megabaytla qoşuldum deyə o da çaldı, son bitdi. Ha, yəni demək istəyirəm ki, indi düzdür səs qırıq-qırıq gələ bilər biraz. Məsafəliyəm ona görə. Demək istəyirəm ki, yəni bu Word-ü öyrənmək müəyyən zaman tələb edir. Word-də, Excel-də fərqi yoxdur. Yəni istənilən mövzunu ümumiyyətlə. Siz ən az 50% mənimsəyin ki, biz təkrar sistemdə bunları düzəldə bilək. Təkrar daha yaxşı olacaq. Çünki təkrarda testlər üzərində işləyəcək, o daha da artıracaq. Yani bu tekrar necə olacaq? Heç bir məlumatımız yox. Ona görə maraqlı gəlir. Çünki onun elə vaxtına çox vardı ona görə. Onun vaxtı gələndə biz sizə əvəzlə məlumat verəcəm hansı qayda olacaq, yaxşımı? Tamam. Bəli, əlbəttə. Yəni bu dəqiqə istənilən mövzunun testini yazın ki, istənilən ev tapşırığı mövzusu fərqi yoxdur. Yəni heç yazmayanlar belə tapşırıqları mütləq yazın. Mövzunun tapşırığını yazın ki, suallarını ən azından mövzuya bir tanışdığınız olsun. Bildiniz? Mövzu ilə bağlı tanışdığınız olsun. Mövzu ilə bağlı tanışlıq olanda yoldaşlar, yəni sən bilirsən ki, tutaq ki, artıq bilirsən ki, bu Word-dür, mətnlərlə işdir. Məsələn, tutaq səhifə nömrələnməsi buradadır. Aydın oldu. Yəni ən azından bilirsən də, məsələn, şriftin ölçüsünü hardan dəyişsən, home-dan. Məsələn, Word ilə bağlı 4 dənə sual olanda, heç olmasa ikisini yazanda, ikisini də mən izah edeyim təkrarda. Bildiniz nə demək istəyirəm? İkisini siz yazın ki, ikisini də mən izah edeyim. Aydın oldu. Yəni təkrar sizə, bunun üstündə indi hər mövzunu müəyyən qədər öyrənməlisiniz yoldaşlar. Ona görə mövzulara qarşı maksimum diqqət ayırmalıyıq. Əsası bu son keçdiyimiz mövzulara qarşı. Demək olar ki, Word-ün testini bitirdik. Yazmayanlar mütləq yazsınlar. Ki, izahı da onsuz göndərəcəm. Bəli, Word ilə bağlı indi mövzu sınağı göndərəcəm. Ki, onu da yazacaqsınız. Çünki əməliyyat sistemindən sonra Word keçmişik də bilənəm. Word, sonra Excel-lə bitirməmişik deyə Excel-lə bağlı rəs göndərmirəm. Excel-i bitirək göndərəcəm. Excel-də çox güman ki, növbəti həftənin 5-ci gün bitirəcəyik Excel-i. Bir həftə sonra.
Sonra PowerPoint bir dərs olacaq, o rahatdır. Yəni Kaçıncı sonrakılar sınıf ders?